Allah Taala məzlumun duasını qəbul eləyər. Məzlum yəni zülmə məruz qalan. Zalimlar elə düşünməsinlər ki, etdikləri zülmün müqabilində Allah Taala onları cəzalandırmayacaq. Yox, hədis bizə bildirir ki, məzlumun duasını Allah mütləq qəbul eləyər. Hətta hədisdə Allah Taala and içərək bildirir ki, and olsun izzətimə və cəlalıma. Mütləq sənə yardım edəcəm, hətta bir müddət keçsə də belə. Yəni Allah Taala bildirir ki, məzluma sənin intiqamını alacam. Allah Taala'nın qəzəb əli, qəhr əli zalimin boğazına dolanacaq. Bunun geci ya tezi var. Hədis bizə bildirir ki, ola bilər bu intiqam biraz geciksin. Amma bu intiqam mütləq baş verəcək. Məsələn, tarixə nəzər salanda Səddamı görürük. Səddam o qədər təmtərağı ilə, o qədər zahiri qüdrəti ilə alçaldıcı bir formada Allah Taala onu dünyadan apardı. Allah Taala elə bu dünyadaca onun elədiyi zülmlərin müqabilində ondan intiqam aldı. Əlbəttə, bu intiqamlar başlanğıcdır. Onun əsl əzabı axirətdə veriləcək əbədi cəhənnəmdir. Səddam və Səddam kimilər, Səddamların yolunu davam elətdirənlər bunu bilməlidirlər ki, Allahdan qaçacaq yer yoxdur. Gec ya tez Allahın məngənəsində ilişəcəklər.